Salam əziz şagirdlər və video izləyən valideynlər, hər birinizə xoş gördüm kanalımda. Bugün yenə 3-cü sinif riyaziyyat dərsinin 1-ci hissəsindəki tapşırıqları sizinlə həll etməyə davam edirik. Hazırsınızlar? Gəlin başlayaq. Artıq səhifə 15-dəyik. Bugünkü mövzumuz ədədlərin müqayisəsi və sıralamadır. Deyir ki, Lalə kitabları səhifələri sayı azdan çoxa olmaqla rəfə yığmaq istədir. Kitabların üzərində onların səhifələrinin sayını göstərilib. O, kitabları hansı ardıcıllıqla yığmalıdır? Baxaq, ilk ən balaca səhifəli kitab hansıdır? 96. 96. Bir dəqiqə, daha səliqəli yazmağa çalışıram. 96. Sonra gəlir 160. Sonra 184. Sonra da 192. Lalə bunu ədəd oxunda istifadə etməklə necə tapa bilər? Uşaqlar, ədəd oxunda bildirir ki, sağa doğru artır. Buna görə də o baxacaq, birinci 96 ədəd gəlir, sonra sağa doğru hansı ədədlər gələcəksə, onları tapıb yazmalıdır. Baxaq, açar sözlər, müqayisə kiçikdir, böyükdür, bərabərdir, sıralama, artan sıra, azalan sıra. İndi öyrənmə bölməsinə baxaq. Üçrəqəmli ədədlərin mərtəbə vahidlərinin sayına görə müqayisə etmək olar. Əvvəlcə yüzlüklər müqayisə edilir. Yüzlüklərin sayı çox olan ədəd böyükdür. Baxın uşaqlar. Yüzlüklərin sayında 5 və 4-dür. 5 daha böyük olduqlarına görə işarəmizi 5-ə doğru eləyirik. Əgər uşaqlar yüzlüklər bərabərdirsə, onluqlar müqayisə edilir. Onluqların sayı çox olan ədəd böyükdür. Məsələn, 642-ni görürük ki, 6 da 6 ikisi də bərabərdir. Onda onluqlara baxacağım. Görürüm 4 3-dür. 4 daha böyükdür. İşarəmi 4-ə tərəf qoyacağım. Əgər onluqlar və yüzlüklər bərabər olsa, təkliklər müqayisə edilir. Təkliklərin sayı çox olan ədəd böyükdür. Məsələn, 763 və 761 verilir. 760 ədəd görürük ki, hər ikisi də bərabərdir. Onda həm 3-ə, həm də 1-ə baxırım. 3 daha böyük olduğuna görə işarəmi 3-ə tərəf qoyuram. Yəni 763 daha böyük olur. 2 üç rəqəmli ədədin yüzlük, onluq və təkliklər sayı bərabərdirsə, bu ədədlər bərabərdir. Məsələn, 637, 637. Görürəm ki, hər 3 ədəd də eynidir. Bunda ədədlərin bərabərdir. Ədəd oxunda ədədləri qeyd etməli, onları müqayisə etmək olar. Belə ki, ədəd oxunda hər bir ədəd özündən soldakı ədədlərdən böyük, sağdakı ədədlərdənsə kiçikdir. Məsələn, 973 verilir. Soldakı ədədlərdən böyükdür. 972, 971, 970, 600 falan da kiçikdir. Sağa doğru gəlsə, məsələn 980, 983, 1000, bunda həmin ədədlərdən isə kiçikdir. Bələdçiyə baxaq. Sarı və yaşıl kubların sayını müqayisə edin. Burada uşaqlar nümunə verilir. 533 və 524, 533 daha böyükdür kubların sayını. Baxaq, uşaqlar, 400'lük verilir. 1 onluq 3 təklir. 413. Digərində isə 400'lük 2 onluq verilir. Yəni 20. 420. Baxırıq, yüzlüklər eynidir. Təkliklərdə də 1 kiçikdir, 2 böyükdür. İşarəmdə də 420'yə tərəf qoyuram. Açıq tərəfini 420'yə tərəf qoydum. Baxaq, burada isə 600'lük 1 onluq 6 təklik verilir. 616. Burada da 600'lük verilir. 1 onluq verilir. Görürəm ki, hər bir ədəd bərabərdir. Deməli, bu ədədlər bir-birinə bərabərdir. Ulduz işarəsinin yerinə müqayisə işarələri uyğun olanı müəyyən edilir. 623, 700. 623 uşaqlar kiçikdir. 327, 341'dən kiçikdir. 332, 336'dan kiçikdir. 579, 394'dən böyükdür. 771, 735'dən böyükdür. 629, 627'dən böyükdür. 100 böyükdür. 99'dan 401 kiçikdir. 400 ondan 440 444'dən
621 böyükdür 240. 6-dan 603 kiçikdir 635-dən. 228 bərabərdir 228. 159 kiçikdir 329-dan. 578 böyükdür 569-dan. 70 kiçikdir 700-dən. 417 kiçikdir 517-dən. 972 kiçikdir 982-dən. 533 böyükdür 530-dan. Deməli uşaqlar. Üzr istəyirəm. Dairədəki ədədi verilmiş digər ədədlərin hər biri ilə müqayisə edin. 520 müqayisə eləyən görüm uşaqlar bu tərəfdən. Bir dəqiqə uşaqlar. 520 ədədi verilib. Baxa, indi bu dairədə olan bulut işarəsinin içindəki ədədlərin hər biri ilə müqayisə eləyək. Yazıram 520. 520 uşaqlar. Kiçikdir 550-dən. 520 böyükdür 420-dən. 520 kiçikdir 600 və 525-dən. 648 bərabərdir 648-dən. 648 böyük 648 kiçikdir 684-dən. 648 kiçikdir 867-dən. 648 böyükdür 642-dən. 306 kiçikdir 360-dan, 603-dən, 906-dan. Amma 306 böyükdür 30-dan. Bu şkalanın yerinə hansı ədədlər ola bilər? Hər birinə aid 3 nümunə göstərilir. Baxaq. 305. 305-dən uşaqlar kiçik ədədlər yazmalıyıq. 304, 300, 210, 730. Yenə bunlar kiçik ədədlər yazmalıyıq. 725, 700, 629, 585'dir. Görürük ki uşaqlar, bunlar kiçik ədədlər yazmaq. Yəni deyir ki, sual kiçikdir 585'dir. Kiçikdirsə 585'də kiçik ədədlər. 575, 520, 329, nə bilim 400 falan və sair kimi ədədlər yazıla bilər. 287 böyükdür deyir. Yenə kiçik ədədlər yazmalıyıq. 280, 200, 195, 321. Uşaqlar, görürük ki, deyir 321 də kiçik olan ədədlər yazılmalıdır. 320, 300, 300, 210 kimi ədədlər ola bilər. 321-dən kiçik ədədlər. Siz də istədiyiniz bir ədəd yaza bilərsiniz. 679. Yenə deyir 600. Kiçik deyir yenə bizə. Yenə kiçik ədədlər. Yox, uşaqlar. Baxın, çaşdırdım. 679 kiçikdir. Yəni 679-dan böyük ədədlər. 685, 699, 700, 900 deyir. 900-dən kiçik ədədlər olmalıdır. 900-dən kiçik, məsələn 800, 899, 700. Yəni uşaqlar, o qədər kiçik ədədlər var. Siz də hansıdırsa birin 3 tərəfini yaza bilərsiniz. Üç rəqəmli ədədlərin pozulmuş rəqəmlərinin yerini müəyyən edin. Baxaq. Uşaqlar. Deməli 4 verilib yüzlük, bir təklik verilib, amma onluğun yeri verilmir və bizə hansı işarə verir uşaqlar? Böyükdür işarəsi verilib. Yəni 489-da böyük ədəd yazmalıyıq. 8-də böyük olan ədəd sadəcə 9 ola bilər. 491 böyükdür 489-dan. Bax, verilib bərabərdir. Bax, 730 verilib. Burada da 30 verilib. Biz 7 yazarıq.
730'un da yanında da 0 əlavə eləyək ki, bir-birinə bərabər olsun. Yəni uşaqlar bunu 930 kimi götürürük. Çünki bizdə verilmir bu ədəd. 931'dir. Bunda kiçik ədəd yazmalıyıq. Sadəcə 0 ola bilər. Əgər bu 20 olsaydı 21, 29 istənilən bir ədəd yazıla bilərdi. 221. Ben deyir bizə. Deyir bundan kiçik ədəd yazın. 220 böyüdür 121'den. Çünki 2 yazsaq buraya digər ədədlər bərabərdir axı. Onda bərabərə qalacaq ədədlər. Və burada da yenə bərabər 8. Buraya yazırıq 5 və 9 da buraya yazırıq. 9 heç oxşamadı. 9. Aha. Üç rəqəmli ədədləri sıralamaq üçün əvvəlcə bu ədədlərin yüzlükləri müqayisə edilir. Yüzlüklər eyni olduqda onluqlar, onluqlar da eyni olduqda isə təkliklər müqayisə olunur. Məsələn, 619, 597 və 611 ədədlərini birə sıralamaq olar. 597, 619, 611. 597, 611. Baxın, uşaq. Belə bir ədəd verilir. Deyirdim. Baxın. 597, 619 sıralanmalı yeri pozulur. Biz 597'den 611'i, sonra ise 619 gəlməlidir. Yəni sıralamamız 597, 611, 619 olmalıdır. Bax, artan sırayla belə sıralayırıq və yazırıq. 597 kiçikdir 611'den, bu da kiçikdir 619'dan. Sonra azalan sırayla da böyüdən kiçik 619 böyüdür 611'den. Bu da böyüdür 597. Ədədləri sıralamaq üçün ədəd oxundan istifadə etmək olar. Baxırıq uşaq 590'dan 90'dan 620'ye kimi. Çünki ədədimiz 619'da bitir. Oraya qədər çəkirik, baxırıq birinci hansı gəlir, ikinci hansı gəlir, üçüncü. Həmən orada tapırıq, həm azalan sırayla, həm də artan sırayla yazar bilirik. 5'də deyir, ədəd oxundan istifadə etməli. Ədədlər kiçikdən böyüyə doğru sıralayın. Baxaq, ilk önce 40, sonra 315, sonra 360. Yani necə sıralayacağıq uşaqlar? Birinci 40 burada, sonra 315, 300 neçə deyirdi? 315. Aha, təxminən buralarda olacaq. 360 da burada olacaq. Digərlərini uşaqlar bu formada yazacaqsınız siz. 500, 580, 670, 500 buradadır. 580 buradadır. Burada. Sonra da 670 gəlir. 670 de buradadır. Sonra 545, 684, 730. 545'dir. Təxminən burada olacaq. 730 burada olacaq. 684. Birinci 684 olmadı şu an. Sonra 730 olmalı. 84, 684 burada olacaq. Sonra da 91, 835, yok, 760, 835, 890. 91 burada olacaq. Sonra 760 burada olacaq. 835 burada. 890 da burada olacaq. Ədədlər düzün sıraymış. Ədədləri artan sıra ilə düzün. Ben nömrələri yazıram. Yəni 1 yazsam, yəni birinci 406 olmalıdır. İkinci 560, 783, 62, 629, 734, 500, bir dakika, 590, 595, 809, 30, 290, 293, 410. Ədədləri azalan sırayla düzün. Böyüdən kiçiyə.
536, 283, 37. 448, 445, 369. 739, 719, 686. 886, 816 ikincisi. 812, 91. Məsələn, hansı pul qabındakı pul televizoru almağa çatar? Baxırıq. 100, bir yüzlük. 400'lük. Bir yüzlük derim uşaqlar. 3 oldu. 3 tekli. Bizim pulumuzda da 433'tü. Birinci pul qabda. Bu televizor 437'dir. Yəni yaşıl ola bilməz. 400'lük. 4 onluq 1. 437'den 441 böyükdür. Buna görə də cavab qırmızı pul qabındakı pul televizoru almağa çatar. Layihə heyvan şəkillərində onların kütləsini azdan çoxa doğru sıralamaqla alboma yapışdırmaq istəyir. O birinci və axırıncı hansı heyvanlar şəklini yapışdırmalıdır. İlk öncə uşaqlar sıralama etməliyik. 320, 540, 730. Və bizə ilk öncə adları da yazaq. Yəni birinci 320. Baxın necə yazacaqsınız. Həlli yazdınız. 320 ceyran. Nöqtə virgül qoyun istəyirsiniz. Virgül qoyun. Sonra yazırsınız. Sonra hansı heyvan var idi orada? At var idi. Uşaq baxın. Aha 540 at. Sonda da 730 ayı. Yazacağız cevap. O birinci ceyran, axırıncı isə ay şəklini yapışdırmalıdır. 10. Yəni məsələn ona baxırıq. Həftənin bəzi günlərində teatr tamaşasında satılan biletlərin sayı cədvəldə verilmişdir. Hansı gün ən çox bilet satılmışdır? Baxırıq uşaqlar, ən çox şənbə günüdür. Yazırıq qabağına şənbə. İkinci sual, hansı günlər satılan biletlərin sayı 150'den azdır? 150'den az uşaqlar. Həm cümə günüdür. Həm də bazar ertəsidir. Deyir ki, hansı gün satılan biletlərin sayı 190'dan çox, 210'dan azdır. 190'dan çoxdur, 210'dan az. 210'dan az, 208'dir, 190'dan da çoxdur. Cavab 208, yəni bazar günü. Cədvəldəki günləri ən az bilet satılan gündən ən çox bilet satılan günə doğru sıralayın. İlk öncə bazar ertəsi. Kısalı formada yazabiliriz. Bazar ertəsi. Sonra gəlir cümə. Sonra cümədən sonra bax. Bazar. Çünki 208 idi. Bazar. Bazardan sonradakı şənbə. Ən çox şənbə idi. Bəli, burada tapşırıqlarımız olacaqdı. Ümid edirəm sizlər üçün fayda oldu. Sağ olun. Yeni dərs videolarda görüşənədək. Hələlik.